Hamıya salam. Gəlin bir anlıq kainatın o inanılmaz genişliyi haqqında düşünək. Ağlınıza gələn ilk suallardan biri yəqin ki budur. Biz o qədər uzaqda olan ulduzların məsafəsini necə ölçürük axı? Bax, bugün bu möhtəşəm sualın arxasında dayanan sadə, amma bir o qədər də dahi bir metodu aydınlaşdıracağıq. Bəli, əsas sualımız elə budur. Milyonlarla, hətta milyardlarla kilometr uzaqlıqdakı bir obyektin məsafəsini biz oturduğumuz yerdən necə bilə bilərik? Cavab əslində düşündüyünüzdən daha yaxındır, hətta elə öz əlinizin ucundadır. Gəlin, bunu birlikdə yoxlayaq. Bax, elə indi. Baş parmağınızı, qolunuzu uzadıb qabağınızda tutun. İndi bir gözünüzü yumun, sonra o birini. Gördünüz, elə deyilmi? Sanki barmağınız arxa fona nisbətən o tərəfə, bu tərəfə sıçrayır. Bax, buna paralaks deyilir. Bu, sadə optik illüziya, kainatın sirlərini açan ilk addımımızdır. Yaxşı, indi gəlin bu baş barmaq oyununu belə deyək, biraz böyüdək. Hətta kosmik miqyasa daşıyaq. Ulduzların məsafəsini ölçmək üçün eyni prinsipi işlədəcək, sadəcə bizim gözlərimiz arasındakı məsafə bir neçə 100 milyon kilometr daha böyük olacaq. Təsəvvür edin ki, bizim sol gözümüz, deyək ki, yerin yanvar ayındakı vəziyyətidir, sağ gözümüz isə 6 ay sonra orbitin düz o biri başında iyul ayındakı vəziyyəti. Bu iki nöqtə arasındakı məsafə isə təxminən 300 milyon kilometrlik nəhəng bir xəttdir. Bax, bu bizim kosmik baza xəttimizdir. Eyni ilə baş barmağımız kimi hədəf aldığımız ulduz da arxadakı daha uzaq ulduzlara baxanda yüngülcə yerini dəyişmiş görünəcək və biz bu yer dəyişməni ölçə bilsək, qalanı sadəcə bir həndəsə məsələsidir. Astronomların ehtiyacı olan tək şey o kiçicik yer dəyişmə bucağını dəqiqliklə ölçməkdir. Yaxşı, gəlin indi işin ən maraqlı hissəsinə keçək. Gəlin birlikdə fərzi bir ulduzun məsafəsini hesablayaq və görək bu metod əslində necə işləyir. Fərz edək ki, bizim bu sirli ulduzumuz 6 ay ərzində səmada cəmi 4,5 yay saniyəsi qədər yer dəyişib. Yaxşı, bəs bu nə deməkdir? Təsəvvür edin ki, bir dərəcəmi götürülük. Bu, təxminən ayın səmada tutduğu yerin yarısı qədərdir və onu düz 3600 bərabər hissəyə bölürük. Bax, o kiçicik hissələrdən bircə dənəsi bir yay saniyəsidir. Yəni, inanılmaz dərəcədə kiçik bir bucaqdan danışırıq. Amma bu kiçik bucaq bizim açarımızdır. Hazırsınız? Gəlin bu kosmik tapacanı addım-addım həll edək. Heç qorxmayın, bütün prosesi bu 4 sadə addıma bölmüşük. Görəcəksiniz ki, kainatın xəttkeşi əslində bildiyimiz sadə trigonometriyadan başqa bir şey deyil. Deməli, ilk addım əsl paralaks bucağını tapmaq. Yadınızdadırsa, biz iki nöqtəni, yəni yerin orbitinin bütün diametrini götürmüşdük, amma bizə hesablamalar üçün düz bucaqlı üçbucaq lazımdır, yəni Günəş, yer və ulduz. Ona görə də ümumi yer dəyişmənin, yəni 4,5 yay saniyəsinin yarısını götürürük, bu da eləyir 2,25 yay saniyəsi. İndi də bunu dərəcəyə çevirəndə, nəticə həqiqətən də heyrətamiz dərəcədə kiçikdir. Cəmi cümlətan 0,00625 dərəcə. İndi bu kiçicik bucağı götürüb həndəsə düsturuna qoyanda qarşımıza heyrətləndirici bir rəqəm çıxır. Ulduz bizdən təxminən 91,700 astronomik vahid uzaqlıqdadır. Gəlin xatırlayaq, bir astronomik vahid yerlə Günəş arasındakı məsafədir. Yəni, təxminən 150 milyon kilometr. Başqa sözlə, bizim ulduz Günəşdən 91,700 dəfə daha uzaqdadır. Və nəhayət, gəlin bu nəhəng rəqəmi daha çox alışdığımız bir ölçüyə, yəni işıq ilinə çevirək. Cavab 1,45 işıq ili və salam, məsələ həll olundu. Yoxsa yox. Bir dəqiqə, deyəsən bu nəticədə nəsə düz deyil. Aldığımız cavab bizi çox qəribə bir sualla üz-üzə qoyur. Baxın, bütün məsələ buradadır. Bizim hesabladığımız ulduzun məsafəsi cəmi 1,45 işıq ilidir. Amma bildiyimiz kimi Günəşə ən yaxın ulduz, Proxima Centauri, bizdən təxminən 4,25 işıq ili uzaqlıqdadır. Yəni bizim ulduzumuz mümkünsüz dərəcədə yaxındır. Gəlin bir anlıq dayanıb düşünək. Bizim ulduzumuz bizə ən yaxın olan ulduzdan belə daha yaxındır. Bu necə ola bilər axı? Cavab əslində çox sadədir. Çünki belə bir ulduz yoxdur. Bəli, bu bizim uydurduğumuz xəyali, mümkünsüz bir ulduz idi. Sizi çaşdırmasın, riyazi hesablamamız tamamilə düzgün idi. Səhv olan elə başdan fərz etdiyimiz o bucaq idi. Həmin bucaq real bir ulduz üçün həddindən artıq inanılmaz dərəcədə böyük idi. Amma məhz bu mümkünsüz nəticə bizə bütün bu metodun ən vacib dərsini öyrədir.
Məsələ heç də hesablamada deyil, məsələ o bucağın özündədir. Baxın, bütün metodun açarı əslində bu cümlədədir. Bir ulduz bizdən nə qədər uzaqdırsa, onun səmada görünən yer dəyişməsi, yəni paralaks bucağı bir o qədər kiçik olur. Yadınızdadır baş barmaq misalı. Onu üzünüzə yaxın tutanda daha çox sıçrayır, nəinki qolunuzu tam uzatdığınızda. Məhz eyni prinsipdir. Deməli, qayda çox sadədir. Böyük paralaks bucağı görürsünüzsə, deməli, obyekt yaxındadır. Çox kiçik, cüzi bir bucaq görürsünüzsə, obyekt çox uzaqdadır. Bizim mümkünsüz ulduzumuzun o 4.5 yay saniyəlik bucağı da real bir ulduz üçün sadəcə olaraq həddindən artıq böyük idi. Yəni, bizim səhvimiz əslində səhv deyildi. Əksinə, o, bizə real ulduzların əslində nə qədər ağlasığmaz dərəcədə uzaqda olduğunu göstərən ən yaxşı sübut idi. Bu isə bizi təbii ki daha böyük bir suala gətirib çıxarır. Əgər paralaks metodu ancaq nisbətən yaxın ulduzlar üçün işləyirsə, bəs biz o milyardlarla işıq ili uzaqlıqdakı galaktikaların məsafəsini necə ölçürük? Bax, bu artıq tamamilə başqa bir söhbətin mövzusudur.